Azərbaycanın ən böyük problemi bugünkü gündə nədir? Cahillik, nadanlıq, özünü tanımamaq, özünü daha üstün bilmək, dövlətə deyil, daha çox özünə, ailə modelinə xidmət etmək. Hər bir rusu sən dindirsən, onun tutaq ki, ailəsinə bir həqarət, bir söyüş söysən, o sənə bəlkə də cavab verməz. Amma sən onun dövlətinə toxunsan, o mütləq sənə cavab verəcək. O cümlədən türkün, sən türkün bayrağına, türkün dövlətinə toxunsan, o mütləq sənə cavab, bir reaksiya verəcək. Azərbaycanda sən hər bir adamın ailəsinə bir söz desən, o səni bıçaqlaya da bilər, öldürə də bilər. Amma Azərbaycanda cəmiyyətin, toplumun, xalqın təfəkkürü eyni yönə işləyən təfəkkürü təəssüf ki, 44 günlük savaşdan sonra formalaşmağa başladı. Bununla belə qazilərə və digər əməyi olmuş insanlara münasibət gənə bu elementləri, həmən bu birliyi fikir verdirsə sındırmağa yönəltdi. Bax, bunlar çox mühüm məsələlərdir. Yəni bizim təfəkkür olaraq eyni körüyə çəkic vurmamız çox mühümdür.